tutar 4 dəqiqə, 10 dəqiqə, 4 dəqiqə gələcək. Açıl, susam açıl. Amma səhər-səhər bütün əsəbimi korlandı. Səhər-səhər bütün əsəbimi korladılar da. Necə enerjim var idi. Çıxana kimi toparlayacağım, dəmsin şöyle. Evlə danışım. Bu hissədə sizə hansı kino tanış gəlir? Sağ olun. Bax belə, oğlandır, sıra və Əhməd. Yüngül yerə sən kimi hamısı dağılır, tökülür. Sana bardak çay alayım. Buyurun. Tamam. Evet buyurun. Pardon, sıcak çay var, sıcak çay var. Vaxtında çıxa bildim oradan. Siz bilirəm ki, bir çoxları bunu bilmir. Belki de Türkiye'de bunu bilmeyenler var. İmkanlı ve nüfuzlu ailə olublar, ancaq uşaqları olmuyor. Və onlar da sərvətinin başqa yerlərə getməmək üçün qərar veriblər ki, bura yəni imkanı olmayan xanımlar, kasıb xanımlar, yəni belə bir şeyin olmağı həqiqətən mənə təsir elədi. Orada getdim, onu tapa bilmədim. Sonra dedim yani niye siz icazə vermişsiniz ki, bu çəkiliş eləsinlər? İşlərinə, çörəklərinə niyə bahis olub ki? Yəni tarixi torpaqlardır. Həqiqətən qürur vericidir, görmək lazımdır. Amma imkan varsa həqiqətən də bunu ertələməyin. Əsasən gənclərə deyirəm. Bu arada belə yolları keçəndə həmişə ehtiyatlı olun burada. Və həyat çox sürətli axır. Burada həyat sürətli axır üçün də Yeşilcan filmləri buralarda çəkilib də hamısı. Belə getdik. Mən hardayam? Yenə İstanbuldayam. 2 gündür gəlmişəm İstanbula. Düzü 2 gündür çəkiliş eləmirdim çünki biraz vaxtım yox idi. Bu günləri gəzintiyə çıxan maraqlı yerlərə getməyə çalışacağım. Bilinən, bilinməyən, bəlkə də gördüyünüz, görmədiyiniz yerləri göstərməyə çalışacağım. Bu arada Çəkməköy stansiyasındayım. Çəkməköy stansiyasında burada M5 xətti var. M5 xəttində qatarlar sürücüsüz işləyir. Yəni sürücü yoxdur qatarda. Tamamilə avtomatlaşdırılmış sistemdir. Çox maraqlı görsənir, qəribə görsənir. Yəni ilk dəfə mən gördüm burada. Dünənləri indi sizə də göstərəcəm. Onu Instagramda da paylaşmışdım. İnşallah onu göstərəcəm, baxarsınız. Yəni çox maraqlıydı, xoşuma gəldi açıqdan. Elə bir ki, yəni qatarı sənsiniz. Burada bildiyiniz kimi bax, bu kargo şeyləridir. Burada yəni kargolar gətirib qoyurlar. Metroların içində tualet də var burada. Bax, adi metro kartından vurursan, keçirsən. Bizim bundan arası 65 qəpikdir. Amma yaxşıdır, olmağa yaxşı bir şeydir. Buradaymış. Kartımızı yükləyək, İstanbul kartımızı. Bunlara qoydum mən. Aha. Pul yaddan çıxıb. Pul buradan. 100 TL yükləyək. Anlayışı baxarıq. Ayda bu ailə açısında da kart yükləyəcəyik. Kart yüklemeniz gerçekleşti. İşleminiz yapılıyor. Yüklədim mi? Kartla da götürmüşəm. Mən bunu yükləyəm ki, başı plastik kartla vurup gedə bilər. Nəysə, keçdir. Gələn dəfə plastik kartla yoxlayacağım. Yəni kartında punktlarda plastik kartına da altına vura bilərsən. Ehtiyac yoxdur ki, İstanbul kartın olsun. Orada 2 TL tutdu, iş bilmədim nəyə görə tutdu. Qarıcı burada da vergi üstülədir. Pul tutanadır. Bunu edəcəm mən. Sularıyorum. Sular 4 dəqiqə, 10 dəqiqə, 4 dəqiqə gələcək.
Gördünüz, tamamilə insan, yəni idarə etmir, avtomatlaşdırılmış sistemdir. Bu şüşələrdən olurlar, bu çox gözəl şeydir. Gedək. Açıl, susam açıl. Qatarı bir sürəcək. Sayın yolcularımız, B5 Üsküdar Samandıra metro hattının Sultanbeyli'ye yakın çok yakında hizmete açılıyor. Necip Fazıl. Gəldik Altınzadə metrosunda düşdüm, amma səhər-səhər bütün əsəbimi korlandı. Səhər-səhər bütün əsəbimi korladılar da. Metroda bir uşaq var. Ay dədənən, uşaq da mənim ayağımın üstünü tramplin eləmişdi da. Parkur kimi ayağımın üstündən o yana keçir, bu yana keçir da. Bütün ayaqqabımı lazım, bütün it gününə qoydu da. Krasovkanı pis günə qoydu. Hamının uşağı var, amma bu uşağa biraz en azından tərbiyə vermək lazımdır ki, bala biraz sakit dur da. Orada metroda da elə sıxlıqdır ki, yana yana bir yana da qaça bilmirəm. Uşaq da ki, belə ayağımı çəkirəm, rəqs edirdim uşağın həməni başda. Öf, səhər-səhər nə bilim. Heç zat. İndi çıxaq görək, indi mən Hacıbadəm xəstəxanası tərəfdən çıxacağam. Burada Hababam sınıfının müzeyi var. Hababam sınıfının çəkildiyi yer. Oraya getmək istəyirəm. Neyse, biraz kanım qaraldı ama toparlayacağım. Vlogu da belə əsəbləşdim. Necə enerjim var idi. Çıxana kimi toparlayacağım, bir dənə çıxım çölə. Deməli, burada metrodan çıxırsan 7 dənə qapı var. Hərəsi fərqli yerlərə çıxır. 7-ci qapıda xeyli uzaqdır. Bu arada deyim, metronun içərisi dəhşət soyuqdur. Onsuz da normalda da soyuqdur hava. Baxırsan günəşlidir, amma elə bir ki dağların qarı gəlir. Bax, elə bir hava var, soyuqluq var. Ümumiyyətlə bu sezon aprel ayıdır. Bu sezon elə bir sezondur ki, istər bizdə Azərbaycanda olsun, istər Türkiyədə olsun. Əksər yerlərdə yəni adamı çaşdırır. Qalın geyinirsən, tərləyirsən, nazik geyinirsən, soyuq olur, çox qarma qarışıqdır. Mən də çalışdım elə geyinim ki, həm yürüyüş eləyəcəm, tərlətməsin, həm də soyuq olmasın. En azından xəstələnməyim burada. Hava günəşlidir, amma soyuqdur. Günəşli olmağına baxmayaraq çox soyuqdur. Baxın bilmiyorum, hardan gedirlər bura. Bir adam da yoktu, uşaq. Pardon abi, Hababam sınıfı müzesi ne tarafta? 800 metre aşağıda solda. Aşağıda solda. Aynen. Sağ olun. 300 metre aşağı gedəcəyik. İşte gedək yavaş-yavaş, mən də ona kimi evlə danışım. Maraqlı yerlərdir. Belə. Bu biraz əhvalım hələ tam düzəlməyib. Əhvalım düzəlsin, sinir krizi keçirirəm indi. Əhvalım düzəlsin, özümü toparlayayım, beynimi toparlayayım. Deyəcəklərim hamısı yadımdan çıxdı. Dostlar, gəldim. Burada bir yer var. Oturdum burada. Dedim səhər-səhər bir zavtrak eləyim. Kapli portakallı, tutku, bir de ekstra. Böyle bir şeyler aldım. Dedim bir az qarına getirim de boş sinirlerim yatışsın. Şimdi gelmişim bura Hababam sınıfının filminin çəkildiyi yerdir. Burada bir tane film var. Görüm onu biləcəksiniz hansı filmdə. Gəldik dostlar, deməli biz Üsküdarda Adilə Sultan
sarayına gəlmişik. Adilə Sultan Sarayı 19-cu əsrdə Abdülməcid tərəfindən tikilib. Osmanlı sarayıdır, 19-cu əsrə aid. Yəni Sultan Abdülməcid, 1-ci Abdülməcid bu sarayı bacısı üçün tikmişdir. Və ondan sonra yəni Osmanlıdan qalma bir binadır. Ondan sonra bu binanı qoruyub saxlayıblar və burada filmlər falan çəkilib. İndi muzeydir. Bu arada qeyd edim ki, Adilə Sultan özü də şairə olub, yazar olub. İndi isə muzey kimi fəaliyyət göstərir. Yəni keçmiş bir Osmanlı sarayı kimi qorunub saxlanır. Burada bir çox filmlər çəkilib, əsasən Hababam sınıfından məşhurdur. İndi həmin binaya gəldik biz. Gəldik həmin binaya. Çox əzəmətli binadır, çox. Buradan böyle fırına, yoksa o taraftan bu fırına. Selamünaleyküm. Bura məşhur yer. Bax indi bir dənə videonu saxlayın, mənə deyin görün. Bax. Bu hissədə sizə hansı kino tanış gəlir? Son zamanlarda çəkilən, 2000-ci ildə çəkilən, 2020-ci ildə çəkilən hansı dizi sizə məşhur dizi kimi gəlir? Bir dənə yadınıza salın. Yazdınız? Bəli. Eşkıya dünyaya hükümdar olmaz. Hansı ki toplantıları keçirilirdi, bax həmin yerdəyəm mən. Çox gözəl. Buradan gəlirdilər, maşınları burada saxlayırdılar, buradan da qalxırdılar yuxarı və toplantıları da burada keçirirdilər. Senin dik durman lazım. Moralini bozma. Sen yıkılırsan aile yıkılır. Həmçinin Hababam sınıfı da burada. Yani kadrları yerleştireceğim yine. Bakarsınız, maraqlıdır. Ben bu yaz neredeydim? Nereden bilelim ya? Size soruyorum, ben bu yaz neredeydim? Şaban, söyle ben neredeydim? Vallahi Kayseri'de olabilirsiniz. İşte buradaydım. Montreal'de. Niye sizlerden bir olimpiyat şampiyonu çıkmasın? Niye? Ha? Beyler buna trambolin derler. Yaylanıp sıçrayacaksınız. Bax belə. Çox qəşəng bir adamı. İndi isə bu pilləkənlərdən qalxaq yuxarı. Hızır Çakırbeyliyin pilləkənlərindən qalxaq yuxarı. Selamünaleyküm. Müze için. Bir kişi. Buyurun. Sağ olun. Kolay gelsin. Buradan yukarı kalkmak olmurmuş. Hababam sınıfının çəkildiyi sinif. Bu kadar hatırlıyorsunuz. Biraz soğuk değil mi çocuklar? Üşümüyor musunuz? Yok. Hayır hocam. Şu sobayı yakalım mı dersiniz? Yakalım. Çık dışarı. Ne yapıyor bu çocuk sobanın içinde Mahmut Bey? Galiba kopya çekiyor. 30 yıllık öğretmenlik hayatında ilk kopya çeken öğrenci sensin. Tebrik ederim. Bravo. Kemal Sunal'ın oturduğu
Görürsünüz, masanı xüsusilə belə eliblər ki, heç kim oturmasın. Yəni ən çox sevilən aktör olduğuna görə. Belə. Ziyarət elədik, çıxdıq. Bir dənə ancaq Hababam sinifi açıqdı, başqa yerlərə girmək olmaz. Xahiş elədim ki, bəlkə işçi dünyaya hökmdar olmazın, toplantı keçirildiyi yerə qalxan dedilər, ora idarədir, ora icazə yoxdur, heç cür mümkün deyil. Heç nə, yəni bu qədər. Giriş də 50 TL-dir müzeyə. Bugünkü kursa görə 50 TL 2 manatdır, 1 manat 90 qəpik. Bax belə, bu qədər. Elə bir qeyri-adi bir şey də yox idi, amma o filmlərdə gördüyümüz yeri gəlib görmək həqiqətən çox maraqlı gəlir insana. O belə. Yəqin ki, sarayın o vaxt həyəti olub. Belə. Burada sarayın digər tərəfi əsas girişi deyək. Bu həyətidir onun. Şimdi buradan da çıxım yavaş-yavaş Üsküdar tərəfə gedim. Belə. Bax belə, bax belə. Oğlandır sıra bir Əhməd. Hey, bax belə. Oğlandır sıra bir Əhməd. Hardan gəldi ağlıma. Bu nə da belə? O vaxt nə maraqlı edirlər. Gönə tərçərdən edirlər, metal. Halal olsun. Ay qardaş, bu binalar 19-cu əsr, bir əsrdə ayaqda durur bu bina. Zəlzələ, çevriliş, cart-pırt. Və bu nətər olur bu indi tikilən binalar 10 il getmir. Bir yüngül yer əsən kimi hamısı dağılır, tökülür. Niyə bunlardan bir şey almırlar, dərs almırlar, bunun tikintisindən dərs almırlar? Çox maraqlıdır mənə. 18-ci əsrdən qalan binalar hamısı qoz kimi durur. Ne bileyim valla. Ya burada çay var mı? Gelin bir çay alın. Bizim ürəyim çay istedi. İsti bir şey istedi. Buyurun. Sana mı? Çay alabilir miyim? Ödemeyi yap. Ödemeyi yapayım sonra. Tamam. 225. Sana bardak çay alayım. Buyurun. Tamam. Evet buyurun. Buyurun. Önce fiyatlara bakın gelin. Burada balık kesiyor mu? Lütfen. Maşallah. Ay maşallah. Bakın bakın kızlar bir yanım. Çocuklar. Size mi vereceğim mi? Kolay gelsin abi. Pardon sıcak çay var. Zamanında yetiştim ha. Uşaqlar vaxtında çıxa bildim oradan. Yoksa beni yıkayıcıdılar. Ara gel oturma. Güneşli yer, əgədə güneşli yer oturaq. Mən bura gələndə həmişə uzun müddətli gəlirəmsə özümlə bizim çaydan gətirirəm. Bizim çaylardan gətirirəm çünki buranın çayını çox da içə bilmirəm, çox tutdu mənə görə. Baxın burada Zeynəb Kamil çocuk poliklikləri var, bir də Zeynəb Kamil çocuk acil var. Bu nədir? Birazdan açıqlayacağım Zeynəb Kamil kimdir və bu nə deməkdir. Yəni bu uşaqlar üçün uşaq bayinkasıdır və orada uşağın təcili yardımıdır. İndi burada bir də Zeynəb Kamil xəstəxanası var. Ora doğru gedirəm. Və bu Zeynəb Kamil kimdir? Dünən mən onun əhvalatını eşitdim. Həqiqətən çox təsir elədi. Və elə oradan çıxanda qərar verdim ki, gəlim həm oranı çəkim, həm də siz bilirəm ki, bir çoxları bunu bilmir. Bəlkə də Türkiyədə də bunu bilməyənlər var. Dedim onu çəkim və onun əhvalatını sizə danışım. Çox təsirlidir həqiqətən. Ona görə də izləmədə qalın. İndi mən gedirəm Zeynəb Kamil xəstəxanası tərəfə. Orada sizə açıqlayacağım hər şeyi. İzləmədə qalın. Bu gördüyünüz Zeynəb Kamil xəstəxanasının köhnə binasıdır. Yeni binaları da var onların, ilərdədir. İndi oturum sizə daha ətraflı danışacağım bu haqqında. Yəni xəstəxananın özü köhnə binadan ibarətdir. Mən onu bir yerdə oturub danışacağım sizə. Bax belə, qabaqda təzə binadır, ona görə də
açıqlamasını verim sizə Zeynəb Kamil xəstəxanası haqqında. Demək, Zeynəb Kamil xəstəxanası 1862-ci ildə qurulubdur. Bu xəstəxana Zeynəb Kamil Paşa və xanımı Zeynəb tərəfindən qurulub. Deməli, onlar imkanlı və nüfuzlu ailə olublar, ancaq uşaqları olmayıb və onlar da sərvətinin başqa yerlərə getməmək üçün qərar veriblər ki, kasıb qadınlara, doğumdan əziyyət çəkən xanımlara, sonra o vaxtı qadınların həkimə getməyi biraz çox çətin məsələmiş keçmiş zamanlarda. Deyiblər ki, yəni belə bir dərnək kimi quraq, bu xəstəxananı yaradaq. Onlar da xəstəxana deyil, hətta balaca bir yer kimi düzəldiblər. Xəstəxana olmayıb o zamanlarda. Yəni o göstərdiyim köhnə binaları yerində səhv etməmsə evləri olub onların. O evdə götürüb eləyiblər. Və bu kiçik bir xəstəxana deyil, kiçik bir palinka deyək də, onu yaradandan sonra bura yəni imkanı olmayan xanımlar, kasıb xanımlar, əziyyət çəkən xanımların hamısını burada müalicə etməyə başlayıblar. Onlar sadəcə adlarının yaşanmağını istəmirlər, sadəcə millətə faydalı bir şey yaratmaq istəyirlər. Amma zaman keçdikcə bura, yəni onlar dünyadan keçəndən sonra Osmanlı dövlətindən Türkiyə Cümhuriyyətinə qədər gəlib çıxır bu xəstəxana və bura həqiqətən də Türkiyədə doğum və qadın xəstəlikləri üzrə çox uzmanlaşmış, yəni təcrübələşmiş bir xəstəxana olub, böyüyüb və o həqiqətən də həmin o keçmişdə yaratdıqları o kasıb qadınlara, kasıb insanlara, uşaqlara yardım etməyə hələ də xəstəxana saxlayıb özündə və bugünkü gün o dərnəkdən, vakıfdan gələn pulla pulsuz şəkildə müalicələrini davam elətdirirlər, əməliyyatları davam elətdirirlər, doğumu davam elətdirirlər. Yəni belə bir şeyin olmağı həqiqətən mənə çox təsir elədi. Bunun hekayəsini bilməyənlər var, dedim hekayəsini anladım. Həqiqətən də Zeynəb Kamil Paşa və Zeynəb xanımın belə bir təşəbbüsü etməyi çox sevindiricidir. Belə şeyləri görmək çox sevindiricidir. Bizdə də var bildiyiniz kimi Hacı Zeynədin Tağıyevində, Musa Nağıyevində və bir çox unutduğum imkanlı şəxslərin, milyonçuların öz evlərini, binalarını belə bir məktəb kimi, xəstəxana kimi bizlərə buraxıblar və belə bir əhvalat qısaca sizə danışmaq istədim. Bu qabaqda gördüyünüz də Karaca Ahmet məzarlığıdır. Bütün türk məşhurların, aktyorların, nə bilim keçmiş aktyorların, onların məzarları buradadır. Mən ora tək girə bilmərəm. İstərdim girmək, baxmaq, göstərmək, ziyarət etmək, amma mən ora heç bir şəkildə tək girə bilmərəm. Bu arada Zeynəb Kamil xəstəxanasında çox çəkiliş edə bilmədim. Çünki niyə? Mühafizə bir nəfərdən soruşdum. Dedim yəni problem olmasın. O da dedi ki, mən bilmirəm, get orada içəridə bir nəfər var, ondan soruş. Orada getdim, onu tapa bilmədim. Sonra dedim yəni sonra da getdim, tapa bilmədim onu. Tapa bilmədiyimə görə də çox çəkmədim ki, sonra problem yaranmasın həm mənə, həm onlara. Sonra internetdə falan görərlər, deyərlər ki, bəs niyə siz icazə vermişsiniz ki, bu çəkiliş eləsinlər? Yəni işlərinə, çörəklərinə niyə bahis olun ki? Sırtçılıq eləmək istəmədim bir sözlə. Mən elə gəlir ki, əhvalatını danışdım. Ümumiyyətlə, belə deyim, bildiyiniz kimi, yəni filmlərdən də bilirsiniz, Türkiyə torpaqları, yəni Osmanlı torpağıdır, Ertuğrulun zamanından gəlmə, Ertuğruldur, Sultan Süleymandır. Yəni tarixi torpaqlardır. Tarixi torpaqlardır. Bu torpaqları gəlib görmək, yəni həqiqətən qürur vericidir, görmək lazımdır. Ümumiyyətlə, belə bir şey deyim də, İstanbul belə bir yerdir ki, insanın ki, həyatındakı hansı ki, onu elədikcə quş qoyursan da, yəni bunu etdim, bunu etdim. Deyək ki, böyümək, universitetə qəbul olmaqdır, evlənməkdir, işə düzəlməkdir, maşın almaqdır, ev almaqdır. Yəni bu siyahı standartdır da, yəni bu siyahı hamı üçün standart sayılır. Bu siyahıya görə də orada elə bil o siyahının içinə bir dənə də əlavə eləmək lazımdır İstanbul. Yəni İstanbulu görmək mütləq şəkildə ora əlavə olunmalıdır mənim fikrimcə. Təbii ki, bu imkan dairəsində, amma imkan varsa həqiqətən də bunu ertələməyin. Əsasən gənclərə deyirəm. Düzdür, karyera falan öz yerində. Yəni mən İstanbula bəlkə də belə deyim, bəlkə də 10-cu, 15-ci səfərimdir, amma hər dəfə gələndə yeni yerlər kəşf edirəm. Hər dəfə gələndə fərqli yerlər kəşf edirəm. Bu gün də o günlərdən biridir. Kəşf deməyim də, yəni gedirəm, gəzirəm. Gedirəm, gəzirəm, baxıram oralara. İndi də yenə Haydarpaşa qarnına tərəf gedirəm. Yürüyüş edirəm. Düzdür, hər yerə avtobusdan gedib gəlmək olar, amma avtobusdan özüm istəmirəm. Deyirəm, biraz yürüyüş edeyim. Baxaq görək Haydarpaşa qarnına
necə gedirik. Bu arada belə yolları keçəndə həmişə ehtiyatlı olun burada. Hər zaman ehtiyatlı olun. Yəni ağlınız bizdəki maşınlara getməsin. Həqiqətən burada sürücülük tam fərqlidir. Burada həyat çox sürətli axır. Burada həyat sürətli axdığı üçün də gərək siz çox diqqətli olasınız. Və çalışın qayda qanunla gedin, amma qayda qanunla gedəndə də yenə ehtiyatlı olun. Məsələn, orada qırmızı yazılıb, düzdür. Bax görürsüz keçmək istəyir. Bax telefonla danışdı, maşın məcbur ona yol verdi. Amma yaşıl olsa, hə indi yandı yaşıl. İndi yaşılla rahat keçə biləcək. Amma elə şey də var ki, durmurlar. Motosikletçilər falan belə görsən ki, durmurlar. Bax belə. Heç də maraqlı şeylər olduqca çox uzadıb yormaq istəmirəm. Sizin maraqlı yerləri göstərmək istəyirəm. Ümumiyyətlə, Üsküdar tərəf çox məşhurdur. Yəni, bir çox filmlər, bir çox keçmiş, yəni Yeşilcan filmləri buralarda çəkilibdir hamısı. Yəni, belə getdiyin yerdə hər an sənin qabağına film çəkilişi çıxa bilər. Kaş çıxsın mənim qabağıma, baxaq. Ümumiyyətlə, bir şey xoşuma gəldi ki, burada bir çox yerlərdə hara getsən, yəni belə bir parklar çoxdur burada. Əraziləri yoxdur, park ediblər, uşaqlar üçün yerlər var, bulaq var, su içmək üçün, oturmaq üçün yerlər var. Bu bir çox ərazilərdə var. Heç nə. İndi çox yormadan gedim Haydarpaşa qarına. Oranın da tarix haqqında qısaca məlumat verəcəm sizə. Birazdan göstərəcəm oranı sizə. İlk filmlərdən xatırlayacaqsınız. Belə, getdik.